Hamıya salam. Bu dərs keçən dərsin davamı sayılır. Keçən dərsimizdə melodiyadan bəhs etdik və dedik ki, melodiya temanı yaradır. Daha doğrusu tema melodiyalardan yaranır. Temanın, yəni əsasında melodiya dayanır. Amma temanın inkişafı var. Sonra temanın hansı yapıda, hansı strukturda, fakturasının necə olduğu bu önəmlidir. Bu dərsimizdə istəyirəm bunlardan danışaq. Hansı ki, bunlar da musiqinin əsas ifadə vasitələrindən sayılır. Faktura sözünü bəzən tekstura sözü ilə əvəz eləyənlər olur. Səs toxuması, yəni quruluş, struktur. İndi izah etdikcə bunu hansı növləri var? Bir neçə növünü mən əsas bizim işlətməli olduğumuz, bizim rast gəldiyimiz əsas növlərini sayacağam və nümunələri göstərəcəm. Onda daha aydın olacaq. Demək, birinci ən başda var monodik ya da monofonik quruluş. Monofonik yəni tək səsli. Mono tək deməkdir, fon səs, tək səsli. Bunu deyim sizə. Tək səs ümumiyyətlə yoxdur. Bir səsin içində abertonları yadınıza salın, abertonlar. Bir səsin içində o qədər əlavə səslər çıxır ki, yəni tək səsin çıxması mümkün deyil. Hər hansı bir alət, ürəyiniz hansını istəyir? İstəyirsiniz fortepiano, kamança, tar. Bir dənə səs çıxmır. Mütləq ana səs var, biz onu eşidirik. Mən nəzəriyyə dərsində abertonlarda bunu ətraflı izah edirəm və Azərbaycan dilində olacaq kursumuzda da bunu ətraflı izah edəcəm. Tək səs yoxdur. Tək ümumiyyətlə heç nə yoxdur. Yəni tək bir mütləq tək var, mütləq təklik, o da Allahdır. İndi aramızda kimin inancı necədir? Bəlkə ateistlər var aramızda, bəlkə deistlər var filan, fərq etməz. Hamının fikrinə sayğı duyuram, hamının inancına sayğı duyuram. Mənim inancım gərəyi tək bir dənə Allahdır. Tək səs yoxdur. Sadəcə tək səsli ifadə şəkli var. Özünüz üçün oxuyun bir mahnını ya da zümzümə edin öz-özünüzə tək, solo. Solo oxuma deməkdir, monofonik, yəni tək. Əlavə köməkçi səslər olmur, müşayiət olmur. Fuqa necə başlayır məsələn? Bir fuqa açın, hər hansı bir fuqaya baxaq. Do minor fuqasına baxaq. Əvvəl tək başlayır. Sonra o biri səslər gəlir və s. Amma hələ ki baxın burada təkdir. Tək səslidir. Uzun sözün qısası, yəni burada aydın olmayacaq. Düşünürəm ki, elə bir şey yoxdur. Tək səsli musiqi, monofonik. Bax, bunun prelüdünü istəyirsiniz bir səsini götürək. Ya yuxarını, ya aşağını. Tək səs gedir. İstəyirsiniz aşağını götürək. Bu nümunəyə baxaq. Bu biri səsləri götürürəm hələ ki, sadəcə melodiyasına baxaq. Bunu özünüz ağzınızla zümzüm eləyə bilərsiniz, oxuya bilərsiniz. Heç kim olmadan, sadəcə siz, müşahidə olmadan. Onda olur monofonik musiqi. Daha yaxşı nümunələr nə deyə bilərəm? Bax, solo skripka üçün əsərlər olsun, amma interval olmadan kamança üçün əsərlər ola bilər və s. Monodik və yaxud monofonik fakturadan sonra gəlir nə? Heterofonik. Heterofonik faktura necə olur? Bir səs əsas melodiya olur, əsas melodiya. O biri səslər ona kömək eləyir, ona bənzəyir. Biraz dəyişiklikləri olur, melizm dəyişiklikləri olur. Ən yaxşı nümunə məsələn bizim muğam triomuz. Bilirsiniz, xanəndə oxuyur, tar onu müşahidə eləyir, kamança da tarın arxasınca gedir. Bu heterofonik musiqidir. İstəyirsiniz Şirvan aşıqlarını dinləyin. Mən YouTube-dan açardım, amma təlif haqqları ola bilər. Ona görə açmıram. Siz özünüz dünyada hər hansı bir xalq musiqisini dinləyin, müşahiətli amma. Bax elə dediyim muğamlarımız, bizim xalq mahnıları, Şirvan aşıqları və yaxud istəyirsiniz Yunan xalq mahnılarına qulaq asın, istəyirsiniz Rus mahnılarına qulaq asın, xalq mahnılarına. Xalq mahnılarını demək olar ki, xalq musiqisinin %99-u heterofonik yapıdadır. Yapı, yəni faktura, səs toxusu, struktur, quruluş. Yəni bu heterofonik musiqidə tam tabellik olmur, şərti tabellik var. Bilirsiniz, yəni məqsəd eynidir və bunları birləşdirən nə olur? Temp birləşdirir, hərəsi bir tempdə çala bilməz təbii ki. Tonallıq, makam birləşdirir. Deyək ki, muğamdır, xanəndə oxuyur şur, amma tar çalır rasta. Olmaz. Bir makam içində, bir sistemin içində olur. Bütün səslər, məsələn, do majordadırsa əsər, onu müşahidə eləyən səslər durub do diyez majorda olmaz. Yenə do majorda olacaq. Yəni, tamamilə sərbəstliyi olmur. Mütləq şəkildə bir çərçivə var. Sadəcə səslər nisbətən sərbəst olur. Əsas məqsəd nədir? Əsas melodiyanı müşahidə eləmək. Muğam üçlüyündə, məsələn, xanəndə əsas olur, tar kamança onu müşahidə edir. Və yaxud o dediyim Şirvan aşıqlarında aşıq oxuyur, saz çalır. Hərçənd ki, saz orada əsas olmur, əslində balaban əsas olur. Melodiyanı balaban aparır, aşıq oxusa da. Və digər alətlər onu orada müşahidə edir. Zurna var, sazlar var, bəzən ola bilər, tütək ola bilər, hətta o zərb alətləri belə hamısı müşahidə üçündür.
amma kömək eləyirlər. Yəni orada şərt deyil ki, mütləq bu səsi çalmalısan, o səsi çalmalısan. Hər kəs bacardığı qədər. Bax, caz musiqisi dinləyin. Orada da solist olur və geri qalanlar solisti müşayiət edir. Sərbəst şəkildə. Amma üslub dəyişmir. Deyək ki, blues çalırlar, hamısı bluesun qayda-qanunları əsasında çalır. Sonra var polifonik faktura. Polifonik fakturada bilirsiniz, ən azından heç olmasa invensiya eşitmisiniz, çalmısınız. Burada bayaq göstərmişdim nümunə, elə həmin nümunəni göstərim sizə. Elə götürək bu bayaqki do minor fuqasını. Burada tək səs gedir, sonra qarşı səs gəlir. Ondan sonra nə olur? Mövzu imitasiya olur. Olduğu kimi aşağı səsdə keçir. Deyək ki, burada dodan başlayır. Ondan sonra dominantada, əgər bu majorda minordadırsa və yaxud oktava fərqi ilə. Burada məsələ nədir? Səslər bir-birinə tabe deyil. Bir-birinə tabe deyil, amma imitasiyalı da təbii ki, yenə deyirəm, sərbəstlik şərtidir. Həmişə sərbəstlik şərtidir. Mütləq şəkildə çərçivə olur, bir qayda-qanuna tabe olur. Səslər bir-birindən tam bağımsız olur. Heterofonikdə yenə bir əsas səs olurdu. O biri səslər ona yardımcı olurdu, onu müşahidə edirdi, kömək edirdi. Amma polifonikdə səslər heç biri bir-birinə bağlı deyil, heç biri əsas deyil. Çox da ki, birinci bu başlayır, sonra o biri səs başlayır, o önəmli deyil. Şərti sərbəstlikdir. Məsələn, tonala bağlılıq var burada. Metrə bağlılıq var. Bu 4-4-dədirsə xanə, o birilər də 4-4-də gedir. Heç mi dəyişə bilməz bu ölçü? Təbii ki, dəyişə bilər, istisnalar olur. Amma bunu niyə deyirəm? Sərbəstlik bir yerə qədər, necə deyim? Yapı pozula bilməz ən azından. Tək səslidirsə, hamısı tək səsli ola bilər. Ola bilməz ki, burada üçüncü səs akordlarla getməyə başlasın. Elə şey olmur da, yəni. Polifoniyada növləri var, səs altı polifoniya var, imitasiyalı var, imitasiyasız var və s. İndi polifonik janrların təhlilinə gələndə mən onlardan ətraflı sizə izah eləyəcəm. Siz özünüz invensiya fuqa yəqin ki, nə vaxtsa çalmısınız. Milli musiqi aləti ifa etsəniz də, onu oxumuş olsanız da, ümumi fortepiano şöbəsində ən azından iki səsli polifonik əsər yəqin ki, ifa etmisiniz. Bir digər faktura homofonikdir. Homofonik nədir? Bir balaca heterofonikə oxşuyur, amma qarışdırmamaq lazımdır. Homofonik fakturada bir səs yenə əsas olur, bir xətt, bir melodiya əsas olur. O biri səslər sistemli şəkildə, yəni bir sistemə tabe olaraq ona kömək edirlər. Yeri gəlmişkən homofonik musiqinin əsasını Haydn, yəni Haydn deyil, əslində Haydnın böyük qardaşı Mikhail Haydndır, əsasını o qoyub. Əsas deyəndə ki, onlar formalaşdırıb, əslində Baxda da var, Baxda da rast gəlmək olar buna, Hendeldə də rast gəlmək olar, belə tendensiyalara. Amma belə Haydnın adından bağlıdır. Baxın, burada səslər sistemli şəkildə, artıq akord şəklində, yəni harmoniya var burada. Net, açıq, funksional harmoniya var. Akordlarla müşayiət olunur. Loro dildə desək, yadınızda daha yaxşı qalsın deyə, akordlarla müşayiət formasını, bax, harda görsəz, demək ki, bu homofonikdir. İstəyirsiniz buna biraz qulaq asaq. Melodiya yuxarıda gedir. Və altdakı səslər, baxın, sistemli şəkildədir. Artıq burada akord var, qayda qanun var. Qarayevin əsərinə baxaq, burada açıq-aşkar homofonik faktura görürük. Amma sonra birdən-birə homofoniya itir. Düzdür, bunlar akord səslərdir. Amma burada baxın, artıq səslər biraz nisbətən sərbəst, hətta unisondur, oktava şəklində gedir. Demək olar ki, tək səslidir, demək olar ki. Sonra yenidən homofonik yapı gəlir. Bir də dəyişir. Faktura görün burada neçə dəfə dəyişir. Bir naçizanə öz əsərimdə göstərmək istəyirəm. Burada da məndə baxın, homofonik akordlar, 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 tema yuxarıdadır melodiya və sonra birdən homofoniya gedir. Faktura dəyişir. Sonra yenidən qayıdır. Belə faktura dəyişiklikləri bizə formanı təyin etməyə də kömək edir. Baxın, burada açıq-aşkar göstərir ki, əsər 3 hissəlidir. 1, 2, 3. Fakturaya bəzən notların ümumi görünüşü mənasında da işlədirlər, bəzən loro dildə. Baxın, Beethovenin sonataları ümumiyyətlə klassizmdən tutmuş üzü təxminən istədiyimdə bu neoklassistlərə filan qədər, o atonal musiqiyə qədər. Demək olar ki, musiqi əsərlərinin böyük hissəsi 90% homofonik fakturaya sahibdir, yapıda da. Buna baxın, burada yuxarıda melodiya gedir, aşağıda bu Beethovenin birinci sonatasıdır, özünüz dinləyə bilərsiniz. Aşağıda homofonik şəkildə müşayiət var. Baxın, burada səslər sistemli şəkildə qurulub. Akordlar var, harmoniyası var. Burası hələ ki, bax, 5 dənə not monofonikdir. Burada həmçinin monofonik yapı görürük. Amma ümumi əsər homofonik yapıdadır. 17-ci sonataya da baxaq, orada da var.
Bu 17-ci sonatanın birinci hissəsindəndir. Burada görürsünüz homofonik struktur var, quruluş var və aniden burada bir recitasyon var. Burada artıq monofonik bir quruluş var. Çox qısa çəkir. Burada da var hətta. Düşünürəm ki, yaxşı bir örnəkdir. Bu saydığım yapılardan başqa bir də var, məsələn, atonal musiqi var. Dodekafoniya, daha doğrusu yapısı, fakturası. Orada necə olur? Orada ümumiyyətlə səslər bir-birinə nəinki heç bir, yəni orada heç bir bağlılıq olmur. Heç tonal bağlılığı da olmur. Yenə bu heterofonikdə və yaxud polifonik yapılarda bir tonala bağlılıq olur. Dodekafoniya üslubunda, yəni o quruluşda, o fakturada, o strukturda ümumiyyətlə heç nəyə bağlılıq olmur. Amma onun da özünə məxsus qaydaları var. Məsələn, 12 səs təkrarlamamalıdır. Yəni hamısı bitəndən sonra təkrarlana bilər və s. Əgər vaxt qalsa, daha sonra kursun sonunda ona da baxa bilərik. Ayrı bir dərs hazırlaya bilərəm ona. Amma yəni çox tutmayan, musiqi tarixində cəmi 50 il ömrü olan bir sistem oldu. Heterofonik musiqidə bir də kontrollü heterofonik var. Stravinskiyə qulaq asa bilərsiniz Müqəddəs Bahar əsərinə. Bu dodekafonik yapıdan başqa da yapılar var, makamsal yapılar var və yaxud yəni çeşid yapılar var. Sadəcə ən çox istifadə olunan yapılar monofonik, heterofonik, polifonik, homofonik bu yapılardır. Bu faktura növləridir. Atonal musiqiyə gəlincə yenə deyirəm, onun haqqında bəlkə bir neçə əsər analiz eləyəndə mən ətraflı məlumat verirəm. Orada da fuga kimi rakaxot istifadə olunur, geri dönüş və s. Hələ ki onlar sizə lazım deyil. Tematik inkişaf metodlarından danışmaq istəyirəm. Musiqi formasının inkişaf prinsipləri. Bunu da sizə deyim. Bu metod sözü işlətdim. Metod yol, üsul deməkdir. Üsul. Ümumiyyətlə genel olaraq musiqinin inkişaf etdirmə üsullarının bir məcmusu kimi baxsaq, əgər 3 metod var. Variasiyalı inkişaf var, işləməli inkişaf var, bir də çox səsli inkişaf var. Prinsiplərinə baxarsaq 5 prinsip var. Birinci prinsip, bunları qeyd edirsiniz dəftərinizə. Təkrardır, dəqiq təkrar. O qədər əhəmiyyətli, önəmli bir şeydir ki, bu təkrar. Əsər forma təhlil edərkən təkrar görəndə adamın yüzü gülür. Bilirsiniz, elə bir böyük bir şey tapmışıq kimi. Təkrar musiqidə çox əhəmiyyətlidir, çox önəmlidir. Dəqiq təkrar iki cür olur. Bir ya belə repriza şəklində. Yəni bunu ifa edirəm, bir də ifa edirəm. Ya da ki, eyni şeyi mən 2 dəfə yazıram. Bax, bu 2 xanəli, 2 dənə motiv var burada. İkisini bir də yazıram. Birinci prinsip dəqiq təkrardır. İkinci prinsip nədir? Variant, versiyon, variasiya. Yəni mövzunun variasiya edilmiş, biraz dəyişilmiş, onun bir bənzəri halına gətirilmiş növüdür. Bu əsəri hamınız eşitmisiniz. Biraz qulaq asaq. Bu motivin özüydü. İndi onun bir bənzəri gələcək. Hiss elədiniz aradakı fərqi. Çox oxşuyur bir-birinə, amma onun dəyişilmiş təkrarıdır. Bu da təkrardır, amma dəyişilmişidir. Birinci prinsip dəqiq təkrardır. İkinci prinsip dəyişilmiş təkrar. Onun bir bənzəri. Bu dəyişilmiş təkrardır. Növbəti dəfə dəqiq təkrar gələcək. Baxın. Birincinin olduğu kimi təkrarı. Oktava dəyişir, ayrı məsələ, amma olduğu kimi təkrardır. Amma bu ikinci prinsipdə artıq. İkinci prinsipdə nə olur? Variasyon olur, versiya olur, variant olur. Brahmsa da baxaq istəyirsiniz. Mən özüm məşhur, biraz tanınmış nümunələrdən göstərirəm sizə, yadınızda qalsın deyə. Bu melodiyaya baxaq. Bax, bu mövzunun özü. Hə? İndi bir balaca dəyişilmiş olacaq, bir balaca. Hiss elədiniz, yəni mövzu mövzudur, həmin mövzudur. Sadəcə burada biraz onu oynadır, variantını verir. Bəlkə biraz melizm ola bilər, əlavə edir. Burada demirəm, ümumiyyətlə bir motiv olur, bir mövzu olur. İkinci dəfə onu melizmlərlə bəzəyir və yaxud əməlli başlı dəyişdirir ya da arpejio verə bilər. Hər nəysə. Mövzuya çox oxşuyur, onun bir balaca dəyişilmiş variantı olur. Variant, adı üstündə, versiya, versiyon. Üçüncü prinsipimiz. Üçüncü prinsip işlənmədir. İşlənmələr bilirsiniz, işlənmə deyəndə adamın ilk ağlına sanata gəlir. Yəni sanatanın orta hissəsi. Orada nə olur? Biz sanataları əməlli başlı təhlil eləyəcəyik, bütün hissələrini. İndi sadəcə onsuz da bilirəm, siz sanata bilirsiniz, eşitmisiniz. Yəni işlənmə nədir? Uzun sözün qısası, verilən materialın bu nə ola bilər? Motivdən tutmuş, cümlə ola bilər, tema ola bilər, hətta bir hissə də ola bilər. Onun işlənməsidir. Yəni onun çeşitli hallara salınmasıdır. Bəstəkar orada öz hünərini göstərir, yəni öz qabiliyyətini göstərir. Bu işlənmələri hələ çox görəcəyik, ona görə üstündə çox durmuram. Gələk dördüncü prinsipə.
Bu prinsip bilirsiniz necədir? Mövzuya çox oxşayır. Buna kontra deyirlər. Fransızca kontra. İndi rus qaynaqlarında bu termin kontrast kimi verilir. Bilmirəm bu sıtını hardan alıblar. Kontradır bu. Kontra nə deməkdir? Ziddiyyət. Həmçinin latıncada da latın mənşəli sözdür, onsuz da termindir. Elə fransızca özü də latıncaya əsaslanır. Nəysə, bu inkişaf prinsipində nə olur? Bu vaxta qədər olan inkişaf prinsipləri var idi. Dəqiq təkrar, bənzədilmiş təkrar və yaxud bir balaca işlənmə. Bütün bunların hamısı cəmlənəndə ortaya deyək ki, bir mövzu var. O mövzuya oxşar yeni bir mövzu çıxır. Amma həmin mövzu olmur. Necə deyim? Var kişi, var qadın. Bunlar evlənir, övladları olur. Bu övlad ya atasına oxşuyur, ya anasına oxşuyur. Amma atası da deyil, anası da deyil. Ata oğul kimi, ana qız kimi bir-birinə oxşuyur. Bunun nümunələrini biz sadə 2 hissəli, sadə 3 hissəli formada, həmçinin qədim sanat növlərini təhlil edəndə orada çox görəcəyik, bol-bol görəcəyik. Ona görə hələ ki bunun da nümunələrini sizə göstərmirəm. Belə nəzəri olaraq izah elədiyim hər şey də unutduğum şeylər ola bilər, unutduğum məqamlar ola bilər. Praktiki olaraq biz əsərlərin nümunələrinə ki baxacağıq, onları təhlil edəcəyik. Orada bunların hamısını təkrar deyəcəm, yəni göstərərək deyəcəm, nəzəri olaraq deyil. Düzdür, indi də hərdən göstərəm, amma təhlil ayrıdır. İndi biz oturub canlı baxacağıq və əsəri təhlil edəcəyik, onda daha aydın dərk edəcəksiniz. Və yaxud bilirsinizsə də yadınıza düşəcək. Sonuncu prinsip konflikto. Yəni tamamilə bir-birinə zid, konflikt, bir-birinə tərs olan mövzular. Burada biz deyəsən Qarayevdə görmüşdük. Bir dəqiqə baxım, o bənzəyir. Hazır əlimizdə nümunə varkən. Bax burada konflikto var, bir-birinə ziddir. Yəni bu tema hara, bu hara, bir-birinə tərsdir. Ona görə yox ki, faktora fərqi var. Mövzu olaraq da bir-birinə tərsdir. Baxın əsərini mən çalışacağam buna ayrıca bir dənə dərs ayırım. Bu saydığımız 5 prinsipin hamısı bu əsərin içində var. Ona görə möhtəşəm əsərdir. Bu boş yerə dünya musiqisinin inciləri arasında deyil. Bu saydığım prinsipin hamısı konflikto, kontra, təkrarlar, versiya, variasyon. Mən burada sadəcə dəqiq təkrarla variantı göstərdim. Amma hamısı var. 5 prinsipin hamısı var. Bunu ayrıca təhlil edib videosunu göstərəcəm. Fuqasını da təhlil etmək olar yeri gəlmişkən. Sağlıq olsun. Bu 5-ci prinsip konflikto. Çox bir-birinə tərs olur, gecə-gündüz kimi. Burada hazır var nümunələrdən. Bir dənə Mazar rəqsinə baxdıq, yadıma düşdü. Bax, orada biraz bu zid nümunə var. Hansı ki, burada tema biraz melodik gedir, əvvəl melodik gedir. Ondan sonra birdən-birə dəyişir. Baxın, görürsünüz, tez-tez dəyişir, bir-birinə aid deyil. Burada sakit olur, burada biraz hərəkətli olur, sakit olur, hərəkətli olur. İndi bu melodiya hara, bayaqçılar hara. Yəni burada ziddiyyətlik var. İstəyirsiniz, bax, buradan başlayaq. Melodiyanın, temanın təxminən bir ortalarına qədər qulaq asaq, aradakı o fərqləri hiss edəcəksiniz. Burada frazalar arasında bir-birinə ziddiyyət var, konflikt var. Çox əsərlər var. Biz onsuz da rastımıza çıxacaq. Mən bunları sizə göstərəcəm. Bir dərsin içində hamısını yerləşdirmək olmur. Bu dərs sadəcə bir nəzəri olaraq nədir, nə deyil ona baxmaq istədim. İstədim onları göstərim sizə. Olur, dinamik təzadlıq olur, faktura təzadlığı olur, tonal təzadlığı olur, ifadə dəyişə bilir. Baxın, burada stakkatolar var, düzdürmü? Temanın özündə də legatolar var başlanğıcda, amma sonra görürük ki, nə var? Stakkatolar var. Burada indi olmazdı stakkato, olardı aksent məsələn. Təzadlıq musiqinin inkişaf prinsipindən biridir. Yəni gözlənmədən qarşı bir, ona tərs bir, ona zid bir mövzu gəlir. Yaxud bir tema ola bilər, cümlə ola bilər, fraza, motiv. Hər nə isə ona zid başqa bir motiv, cümlə, təzad, fraza işlənə bilər. Bunları yenə deyirəm, təkrarçılıq kimi olmasın. Sadəcə bu dərsimizdə istədim nəzəri olaraq izah edeyim. Əlimizin altında olan nümunələrdən göstərdiyimi, tapa bildiyimi tapdım, göstərdim. Amma kursumuzun davamında biz ki, təxminən demişəm, 100-ə qədər əsər təhlil edəcəyik, analiz edəcəyik. Onların içində bu prinsiplər, inkişaf prinsiplərini görəcəyik. Onları deyəcəm, faktura növlərini görəcəyik, onları deyəcəm.
Bu nəzəri olaraq izah etdiyim mövzuların içində unutduğum ya gözdən qaçan şeylər, yenə deyirəm, orada hamısını görəndə o daha yaxşı həm aydın olacaq, həm də izah eləmədiyim maksimum, yəni bildiyim qədər, bacardığım qədər izah eləmədiyim bir şey olmayacaq. Sonradan yadıma düşən təbii ki, nələrsə ola bilər, onu növbəti dərslərimizdə mütləq sizlə paylaşacağam. Və bundan sonra artıq musiqinin kiçik hissələrindən tutmuş, böyük hissələrinə qədər artıq forma təhlilinə baxa bilərik. İnşallah. Sağ olun.